Salam əziz izləyicilərim. Bugün mən sizə ümumi tarixdən Babil şəhər dövləti haqqında məlumat verəcəyəm. Babil şəhər dövlətinin yaranması, Hammurapi'nin hakimiyyəti. Eradan və 2-ci minilliyin əvvəllərində köçəri Amorey tayfaları Mesopotamiyaya hücum edərək Şumerləri məğlub edib Fərat çayı üzərində Babil şəhər dövlətinin əsasını qoydular. Babil şəhər dövlətinin paytaxtı Babil şəhəri idi. Babil şəhər dövlətinin qüdrətli dövrü Eradan və 2-ci minilliyin əvvəlində Hammurapi'nin dövründə olmuşdur. Hammurapi'nin hakimiyyəti dövrü Eradan və 18-ci əsrə düşür. Mesopotamiyanın böyük hissəsində nəzarəti ələ keçirmişdi. Ölkədə geniş abadlıq işləri aparmışdı. Bacarıqlı rəhbər və təşkilatçı kimi hökmdar təsərrüfatın bütün sahələrinə, ticarətə, sənətkarlığın inkişafına aid işləri şəxsən özü rəhbərlik edirdi. Nəticədə Mesopotamiya Asiya inkişaf etmiş regionuna, Babil şəhəri isə onun mərkəzinə çevrilmişdi. Dövlətin qüdrətli dövründə Babildə 1 milyona yaxın insan yaşayırdı. Ticarətin Babilistan adlandırılmağa başladı. Şumer şəhər dövlətlərdə olan qanunlar təkmilləşdirilib, bütün Şumer şəhər dövlətlərdə yayıldı. Vahid qanunlar külliyyatı təşkil edildi. 282 maddədən ibarət qanunlar toplusu yaradıldı. Hammurapi'nin qanunlar külliyyatına görə Ur şəhərinin xarablıqlarında tapılmışdı. Şumer qanunları əsasında mixi yazı ilə qara bazalt daş üzərində yazılmışdı. İki arasında quldarlıq münasibətlərini izləməyə imkan verirdi. Torpağa sahiblik, ticarət qaydaları, borc və faiz, cinayətlərə görə verilən cəzalar, hətta hakimlərin fəaliyyətini tənzimləyir, cəmiyyətdə bərabərsizliyi möhkəmləndirir, insanlar arasında fərq yaradır, varlı və yuxarı təbəqənin mülkiyyətini və mənafeyini qoruyurdu. Qanunlar hər kəsə aid edilsə də, varlı, kasıb, kişi və qadın üçün fərqli cəzalar təyin edir. Qadınları və uşaqları ədalətsiz rəftardan qorumağa çalışırdı. Hammurapi'nin qanunlarından aşağıdakılardır. Borcunu qaytara bilməyən insanlar 3 il qula çevrilə bilərdilər. Qulun övladı qul olurdu. Amma valideynlərindən biri azad insan olduqda övladı azad olurdu. Eyni hərəkətə görə varlı ilə kasıb insanlar müxtəlif cəza alırdılar. Əgər bir adam özünə bərabər adamı vurarsa cərimə verməli idi. Özünə artıq adamı, kahini, əyyanı vurardısa 60 dəfə qamçılanmalı idi. Məbədin və ya hökmdarın əmlakını oğurlayan, qaçmış qulu gizlədən adam öldürülməli idi. Bir adam başqasının öküzünü öldürərdisə əvəzində öküz verməli idi. Əgər təbib xəstənin gözünü müalicə edərkən göz kör olarsa, təbibin əli kəsilməli idi. Qədim dünyanın ən böyük şəhərlərindən olmuş Babil şəhəri haqqında aşağıdakiləri deyə bilərik. Fərat çayı sahilində yerləşirdi. Qədim Şumer şəhərlərindən birinin yerində yaranmışdı. Şumer dilində Kadingır, yəni Tanrının qapısı deyə adlanırdı. Dövlət yaranmadan öncə Ərəbistan yarımadasından gələn tayfalar şəhəri tutaraq ona öz dillərində eyni mənanı verən Bab-ili adını vermişdilər. Mühüm ticarət yollarının keçdiyi ərazidə yerləşirdi. Eradan əvvəl 2-ci minilliyin əvvəlindən ticarətçi şəhər dövlətləri arasında ticarət əlaqələrinin güclənməsi şəhərin mühüm ticarət mərkəzinə çevrilməsinə səbəb olmuşdu. Şəhərdən Asiyanın digər ölkələrinə su və karvan yolları ticarəti gedirdi. Şumer tacirlər Kiçik Asiya, Aralıq dənizinin sahilləri və İran körfəzi əraziləri ilə ticarət əlaqələri yaratmışdılar. Şumer şəhərləri hələ Eradan əvvəl 3-cü minillikdə İran körfəzi vasitəsilə Hindistan tacirləri ilə mal mübadiləsi edirdilər. Mesopotamiya dövlətlərindən başqa ölkələrə sənətkarların yüksək ustalıqla hazırladığı məhsullar və ərzaq və aparılırdı. Şəhər möhtəşəm qala divarları və bürclərlə əhatə olunmuşdur. Şəhərin 8 darvazası var idi. Bunlardan biri ən məşhur ilahə işların adı ilə adlanırdı. Şəhərin daxilində hökmdar sarayı, zikuratlar, Babil qülləsi və asma bağlar yerləşirdi. Belə qeyd edək ki, asma bağlar dünyanın 7 möcüzəsindən biri sayılır.
Babil qülləsi haqqında rəvayət aşağıdakı kimidir. Rəvayətə görə dünyanı su basdıqdan sonra bütün insanlar bir dildə danışırdı. Bir gün insanlar tanrıların yanına qalxa bilmək üçün hündür bina tikmək fikrinə düşdülər. Binanın bir hissəsini tikdikdən sonra tanrılar bundan xəbər tutdular. Onlar insanların bu hərəkətini bəyənməyib tikintidə işləyən insanların dillərini dəyişdirərək müxtəlif etdilər. Səhərsi gün tikintidə çalışan insanlar bir-birini anlaya bilmədilər. Divar hörənlər, kərpic kəsənlər, mallar qarışdıranlar biri digərinin dilini başa düşmədi. Buna görə də ustalar dalaşdılar və qüllə yarımçıq qaldı. Hammurapi'nin vəfatından sonra Babil şəhər dövləti zəifləməyə başladı. Babil şəhəri bir neçə dəfə düşmənlər tərəfindən ələ keçirilib qarət olundu. Eradan və 2-ci minilliyin sonlarında Babil Mesopotamiyanın digər güclü dövləti olan Aşura tabe edildi. Eradan və 7-ci əsrdə Babilin ikinci dəfə yüksəlişi baş verdi. Bu dövrdə Babil yenidən Mesopotamiyada ən güclü dövlət oldu. Eradan və 539-cu ildə Əhəməni hökmdarı 2. Kir Babil şahlığını işğal edərək süquta uğratdı. Babil mədəniyyəti. Dövlət süqut etdikdən sonra Babil şəhəri əzəmətini və gözəlliyini saxlayırdı. Herodot Babili gördüyü şəhərlər içərisində ən gözəl şəhər hesab edirdi. Babil xalqı Şumerlərin davamçıları hesab olunur. Çünki Şumerlərin zəngin mədəniyyətini mənimsəyərək onu özlərinə uyğunlaşdırmışlar. Mixi yazı bu xalqların əsas yazısı olaraq qalırdı. Ay ili təqvimini təkmilləşdirmişdilər. Tanrıların şərəfinə zikruratlar ucaldırdılar. Heykəltaraşlıqda mühüm cəhət Mesopotamiya əsatirlərinin əfsanəvi canlılarından qanadlı öküz, qrifon, sfinks heykəllərinin geniş təbliği idi. Memarlıqda əsas yeri saray və məbədlər tuturdu. Aşur hökmdarları özlərini şöhrələndirmək üçün saray tikdirdir, onu öz zövqlərinə uyğun divar rəsmləri, əsatir canlıları rənglərlə bəzədirdilər. Saray həyat fəaliyyəti üçün lazım olacaq hər şeyi özündə təmin edirdi.